Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Namazov qiymətləndirmə kitabının ikinci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 81-dəyik, 10-cu bölməyə keçdik. Bölmənin adı, məlumatların təsviri. Bugünkü dərsimiz, mövzumuz cədvəl, piktoqram. Test 1-dən başlayırıq. Bir də deyir, cədvəldə 4 uşağın meşədən yığdıqları qarağatın kütləsi cədvəldə verilib. Zərifənin yığdığı qarağat digər 3 uşağın birlikdə yığdığı qarağatdan neçə kiloqram azdır? Zərifə baxırıq ki, 19-dur. Digər 3 uşağı toplayaq yığdıqlarını. Təkliklərinin cəmi 7 ilə 2, 9 üstünə 6, 15, 5 yazırıq. 1 yadda 3 dənə 1, 3, 1 də yadda 4, 45 eləyir. 45-dən çıxırıq zərifənin yığdığını 19-u. 15-dən 9, 6, 3-dən 1, 2, 26 kiloqram A variantı. 2-də deyir, uşaqlar meşədən cəmi neçə kiloqram qarağat yığıblar. Biz 3-ünü tapmışdıq cəmini. Bu dəfə zərifənin də yığdığını gələcək onların yığdığının üzərinə. Onlar 3-ü birlikdə 45 idi. Zərifə də 19 yığıbsa bunu toplayırıq. Eləyir 64 C variantı. Mağazada 4 gün ərzində satılan dəftərlərin sayı piktoqramda verilib və deyir ki, bir şəkil 4 dəftəri bildirir. İndi deyir, ikinci və dördüncü gün satılan dəftərlərin sayı birinci və üçüncü gün satılan dəftərlərin sayından neçə ədəd çox olub? İkinci günü sayaq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 17. İkinci və dördüncü gün demişdi. İndi dördüncü gün bura kimi 17-dirsə, bir vahid azdırsa, bu da 16-dır. 17 ilə 16-nı toplayıb bundan çıxacaq birinci və üçüncü günün cəmin. Birinci gün də bu 17-dirsə, 2 əksikdirsə, bu 15-dir. Digəri də 15-dir. Üçüncü gündə bura kimidir, o da 15-dir. Deməli, 17 ilə 16-nı toplayanda 33, 15 ilə 15-i toplayanda 30. 33-dən 30 çıxanda 3 eləyir. 3 dənə şəkil artıqdır. Bizdən isə ədədlə soruşur. Bizə demişdi ki, bir şəkil 4 dəftəri bildirir. Ona görə 3 şəkil 3-ü 4-ə vuruq, tapırıq ki, 12 dəftəri bildirir. B variantı. Mağazada 4 gün ərzində neçə dəftər satılıb? Deməli, bu dəfə hamısını toplayacaq və vuracaq 4-ə. Deməli, 17 ilə 16, 33 idi. 15 ilə 15, 30 idi. Hamısı birlikdə toplayanda 33-ün üstünə 30, 63. 63 şəkil, hər biri 4 şəkil dəftəri bildirsə, 63-ü 4-ə vururuq. 12, 1 yadda, 24, 25. 252 eləyir cavab. D variantı. 5-ə baxırıq. Cədvəldə mağazada ilk 3 gündə satılan velosipedlərin sayı verilib. 4 gündə mağazada 97 velosiped satılmışsa, 4-cü gün neçə velosiped satılmışdı? 3 gündə satılan velosipedlər verilib. Onları toplayarıq bu 3 günü. Deməli, 5 ilə 8, 13 üstünə 1, 14. 1 yadda, 1 ilə 2, 3 üstünə 3, 6, 1 də yadda 7. 3 gün birlikdə 74-dür. 4 gündə isə cəmi 97 satılıbsa, deməli, qalanını da 4-cü gün satılıb. Qalanı tapmaq üçün 97-dən bu 3 gündəki satılanları çıxırıq. Bu da eləyir 23. Deməli, 4-cü gündə 23 velosiped satılıb. Keçirik 82-yə. Piktoqramda bir gündə 4 sahədən yığılan bibərin kütləsi verilib və göstərir ki, hər şəkil 60 kiloqramı bildirir. İndi 6-da soruşur ki, hansı sahələrdən eyni miqdarda bibər yığılıb? Eyni miqdar, eyni şəkil sayı olmalı. Görür ki, ikinci ilə dördüncü eynidir. Heç saymağa ehtiyac yoxdur. Seçirik ikinci və dördüncü C variantı. 7-də deyir, birinci və üçüncü sahədən yığılan bibər, ikinci və dördüncü sahədən yığılan bibərdən neçə kiloqram çoxdur? Birinci sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu isə yarımçıqdır. Bu yarımçıqdır. Ona görə bunu 10,5 kimi yaza bilərik. Yaxud bunu nə edərdik? Onu 60-a vurardıq. Üstünə də 60-ın yarısını gələrdik. Və yaxud da bu cür eləyə bilərik. 10,5. Gəlin elə kəsirlə çətin olar sizə. O cür eləyək. Deməli, 10 vurulsun 60. Üstə gəl 60 bölünsün 2. Çünki yarısıdır bir şəklin. Bu birinci sahəni tapmaq üçün bu cür tapacaq. Üçüncü sahəni necə tapacaq? 3-də bura kimi 10 idisə 11 dənə şəkil var. Yəni 11 vurulsun 60'dır.
Birincini tapaq. 10-u 60-a vuranda 600 eləyir. 60-ı 2-yə böləndə 30 eləyir. 630 oldu. 11-i 60-a vuranda 660 eləyir. Bunların cəmini tapaq. 630 ilə 660-ı toplayanda deməli 0, 9, 1290 eləyir. İndi biz ikinci və dördüncü sahəni tapaq. İkinci sahədə bura kimi 10-dursa, bura 8-dir. 8 yarım. Yenə 8-i 60-a vurarıq. Üzərinə də 60-ın yarısını, yəni 30 gələrik. 8-i 60-a vuranda 480. 480 üzərinə 30 gələndə 510. Baxırıq ki, dördüncüdə də eynidir. Ona görə 2 dənə 510 var. 510-u 2-yə vururuq. Bu da eləyir 1020. Və demişdi ki, bir digərindən neçə kiloqram çoxdur? 1290-dan da 1020-ni çıxırıq. 0, 7, 2. 270 kiloqram. D variantı. 8-ə baxırıq. Satıcı gün ərzində satılan ağ rəngli qızılgül və qərənfilin, həmçinin qırmızı rəngli qızılgül və qərənfilin sayını cədvəldə təsvir etdi. Cədvəldə verilən ədədlərə əsasən boş xanalara uyğun ədədləri müəyyən edin. Deməli, qızılgülün ağın bilmirik nə qədərdir, amma qırmızı 77-dən və cəmi 128-dirsə, ağ qızılgülü tapmaq üçün 128-dən 77-ni çıxarıq. Bu eləyər 51. Buraya yazaq 51. Ağ güllərin cəmin verib 86 və ağ qızılgül 51-dirsə, ağ qərənfili tapmaq üçün 86-dan 51-i çıxarıq. Bu eləyir 35. Bu da oldu ağ qərənfillərin sayı. İndi qırmızı qərənfilləri tapa bilərik. Ağ 35-dir, cəmi 96 qərənfildirsə, 96-dan 35-i çıxıb qırmızı qərənfilləri tapırıq. Bu da eləyir 61. İndi qırmızı güllərin cəmini tapa bilərik. Biri qızıl güllər 77 dənədir. Qərənfil 61 dənədir. Toplayırıq, eləyir 138. Burada yazaq 138. İndi cəmi gülləri də tapaq. 128 ilə 96-nı toplayaq. 14 bir yadda. 11 bir yadda 12. Bu da 2. 224. 9-a baxırıq. Cədvəldə bağdakı meyvə ağaclarının sayı verilib. Bu məlumata əsasən piktoqramı tamamlayın. Deyir ki, hər şəkil 6 ədədi bildirir. Məsələn, almaların sayı 54-dürsə, neçə şəkil çəkməliyik? Bunu tapmaq üçün 54-ü 6-ya bölürük. 9. Deməli, biz burada 9 üçbucaq çəkməliyik. Bu 1, bu 2. 9-da necə yerləşəcək bura? Maraqlıdır. 4, 5, 6, 7, 8, 9. Sonra armud 33 ədəddir. 33-ü böləndə 6-ya 5 dəfə düşür. Qalıq qalır 3. Deməli 5 ilə 3 bucaq çəkəcəyik. 1, 2, 3. 3 də bu qalan qalıq 6-nın yarısıdır. Ona görə yarım 3 bucaq çəkəcəyik. Yarım 3 bucağı necə çəkərik? Bu cür. Nar 27 ədəddir. 27-ni böləndə 6-ya 4 dəfə düşür. Qalıq qalır. 27-dən 24 çıxanda 3 qalır yenə. Deməli bu dəfə 4 dənə 3 bucaq çəkəcəyik. Bir dənə də yenə yarımçıq 3 bucaq çəkməliyik. Aha. Keçdik ona. Piktoqramda 4 gün ərzində mağazada satılan albomların sayı təsvir olunub. Bu məlumata əsasən cədvəli tamamlayın. Deməli, burada isə şəkillərlə verib bir sayını tapacağıq. Baxırıq ki, 2, 4, 6, 8. Birinci gün 8 şəkil var və hər şəkil 8 ədədi bildirirsə, 8-i 8-ə vurub birinci günü tapırıq ki, 64 limon satılıb. İkinci gün baxırıq ki, 2, 4, 5 və yarımdır. Deməli 5 vur 8, üstə gəl 8-in yarısı. 5-i 8-ə vuranda 40, üstünə də 4 gələcək, 44. Üçüncü gün bura kimi 8 isə bura 9-dur. 9-u vuracaq 8-ə. Bu da eləyəcək 72. Burada isə 2, 4, 6 dənədir və birinin 4də 1 hissəsidir.
6-nı 8-ə vuracağıq. Üstə gələcək 8-in 4də 1 hissəsini tapmaq üçün 8-i 4-ə bölürük. 6 ilə 8-i vuranda 48, 8 4-ə vuranda 2, 48 ilə 8 4-ə bölündə 2, 48 ilə 2-ni toplayanda 50. Deməli 4-cü gündə 50 ədəd limon satılıb. Keçdik səhifə 83-ə, test 2-yə. Bir də deyir ki, may ayında bir mağazada satılan topların sayı cədvəldə verilib. Satılan futbol və basketbol toplarının birlikdə sayı voleybol toplarının sayından neçə ədəd çoxdur? Futbol 28-dir. Üstə gəl, basketbol 17-dir. Və bundan da çıxmalıyıq voleybol toplarının sayını, yəni 36-nı. 28 ilə 17-ni toplayanda 45 eləyir. 45-dən 36 çıxanda 9 eləyir. D variantı. Mağazada may ayında cəmi neçə top satılıb? Yəni hamısını toplamalıyıq. İkisini topladıq, dedik ki 45-dir. 45-in də üstünə 36-nı gələcək. 11 1 yadda 7 81 B variantı. Piktoqramda bir avtoparkdakı avtomobillərin rəngləri və sayı verilib. Üçüncü suala baxırıq. Ağ və qara rəngli avtomobillərin sayı qırmızı və mavi rəngli avtomobillərin sayından neçə ədəd çoxdur? Ağa baxaq, sayaq ağları 2, 4, 6, 8. Üstə gəl. Qara 2, 4, 6, 7-dir. Və deyir bunun sayı çıx. Qırmızı və mavidə nə qədər çoxdur? Qırmızı 4-dür. Üstə gəl. Mavi də 5-dir. Bərabərdir. 8 ilə 7-ni toplayanda 15, 4 ilə 5-i toplayanda 9, 15-dən 9 çıxanda 6 şəkil çoxdur. Amma bizə demişdik, hər şəkil 2 avtomobili bildirir. Ona görə 6-nı da 2-yə vururuq. Tapırıq ki, 12 ədəd çoxdur. C variantı. 2 qırmızı və 6 ağ rəngli avtomobil parkdan çıxıb. 4 qırmızı və 2 ağ rəngli avtomobil avtoparka daxil olarsa, avtoparkda cəmi neçə avtomobil olar? Deməli, burada nə qədər var idi? Əvvəlcə 10 tapaq. 8 burada, 7 burada, topladıq 15. Üstünə 4 gəlsək 19. Üstünə 5 gəlsək 24 avtomobil var. İkisi və 6-sı çıxır. 2 ilə 6-nı toplayanda 8. Yəni 8-i çıxırsa, çıxırıq bizdə. Üstə gəl. 4 ilə 2-si də gəlir, daxil olur. Deməli, bu ikisi də birlikdə 6 olur. 6-da gəlirik üstünə. 24-dən 8 çıxanda 16, 16-nın üstünə 6 gəndə 22. Biz şəkillə tapdıq yenidən. Avtomobilin sayını tapmaq üçün yenidən 2-yə vuracaq bir şəkil. Çünki 2 avtomobili bildirirdi. 22-ni də 2-yə vuranda eləyir 44 A variantı. Cədvəldə mağazada ilk 3 gündə satılan qələmlərin sayı verilib. 4 gündə mağazada 247 qələm satılmışsa, 4-cü gün neçə qələm satılmışdı? 3 günü birlikdə taparıq, toplayarıq. Təkliklərini toplayaq. 6 ilə 9, 15 üstünə 8, 23. 3 yazdıq 2 yadda. Onluqlarını toplayaq. 5 ilə 7, 12 üstünə 4, 16. 2 də yadda 18. 3-ü birlikdə 183-dür. 4-ü birlikdə isə 247-dirsə, 4-cü gün tapmaq üçün deməli 247-dən bu 3-ün çıxacaq. 4, 14-dən 8, 6. 64-dür deməli 4-cü gün. C variantı. Piktoqramda şəhər parkında bu il əkilən ağacların sayı verilib. Eyni sayda əkilən ağaclar hansılardır? Şəkildən baxırıq ki, çinarla palıd eyni saydadır. Saymağa ehtiyac yoxdur. D variantını seçirik. Parkda əkilən şam və çınar ağacları qovaq və palıd ağaclarından neçə ədəd çoxdur? Şamı sayaq 2, 4, 6, 8. Qovağı da sayacaqsa elə dalbadal sayaq 10, 12, 13. Bu ikisi birlikdə yəni 13-dür. Çıxılsın. Digəri dedik ki, bunlar neçədir saymamışıq? 2, 4, 6, 8, 9. 2-dən 9 var. 2-nin 9-a varında 18 eləyir. Nə demişdi? Şam və çınar demişdi. Deyirəm, axı 13, 18-dən çox deyil. Şamla çınarı birlikdə saymalıyıq. Şam neçə idi? 4, 6, 8. 8-dən sonra çınarı sayacaq. 10, 12, 14, 16, 17. İndi isə qovaqla palıdı birlikdə sayaq. Qovaqda 5-dir.
Davamını buradan sayaq. 6, 7, 8, 10, 12, 14-də birlikdə oldu. Çıxırıq, qalır 3 ağac şəkli. Ədədlə tapmalıyıq. Bir ağac şəkli 8 ədədi bildirirdi. 3-ü 8-ə vururuq. Tapırıq ki, 24 ədəd. Çoxdur. A variantı. 8-ə baxırıq. Evdə heyvan saxlayan uşaqlar haqqında məlumat cədvəldə təsvir olunub. Cədvəldə verilən ədədlərə əsasən boş xanalara uyğun ədədləri müəyyən edin. Pişik saxlayan oğlanları verib və cəmi neçə uşaq saxlayır onu da verib. Deməli, qızları tapmaq üçün cəmdən 29-dan oğlanların sayını çıxacaq. Neçə qız pişik saxlayır onu tapacaq ki, 17-dir. Tapdıq, yazaq bura. İndi biz it saxlayan oğlanların sayını tapa bilərik. Çünki oğlanların cəmin veribdir və pişik saxlayan oğlanları verib 12, dovşan saxlayan oğlanları verib 6, cəmdə 33 oğlan var deyə 33-dən çıxacaq bunların cəmini. 12 ilə 6-nı toplayanda 18, 33-dən 18 çıxanda 15. Deməli, burayı da yazırıq 15. İndi dovşan saxlayan qızları taparıq. Qızların cəmi 48-dir. 48-dən çıxacaq pişik və it saxlayan qızların cəmini. 17-dən 23-ü toplayanda 40 eləyir. 48-dən 40 çıxanda 8 eləyir. Deməli, dovşan saxlayan qızlar 8-dir. İndi biz it saxlayan uşaqların cəmini taparıq. 23 qızdır, 15 oğlandır. Toplayırıq 38. İndi dovşan saxlayan uşaqların cəmini tapmaq üçün 8 ilə 6-nı toplayırıq. Bu eləyir 14. Cəmi uşaqların sayını tapmaq üçün 48 ilə 33-ü toplayacaq. 11 bir yadda, 7 bir də yadda 8, 81 də cəmi uşaqların sayıdır. Keçdik 9-a. Cədvəldə Sənəm xalanın saxladığı ev quşlarının sayı verilib. Bu məlumata əsasən piktoqramı tamamlayın. Toyuqlar 36 ədəddir və deyir hər şəkil 38 ədəddir daha doğrusu. 38 sayıdır, deyir hər şəkil 4 ədədi bildirir. 38-i 4-ə bölüb tapacaq ki, neçə şəkil çəkməliyik biz orada. 9 dəfə düşür. 2 qalıq qalır. Deməli, biz 9 ədəd kvadrat çəkməliyik. Necə çəkməliyiksə artıq çox maraqlıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Qalıq da 2 qalıb. 2, 4-ün yarısıdır. Deməli, bir dənə də yarım şəkil çəkməliyik ki, bu da o qalıq qalan 2-ni bildirsin. Nazik kvadrat. Kvadrat olmur bu, yəni kvadratın yarısını çəkirik. Qaz 21 ədəddir. 21-i 4-ə böləndə 5 dəfə düşür. Qalıq qalır 1. Deməli, 5 dənə kvadrat çəkəcəyik bu dəfə. 1, 2, 3, 4, 5. 1-in necə çəkəcəyik? 1, 4-ün 4də 1 hissəsidir. Yarısı 2-dir, onda yarısı 1-dir. Deməli, kvadratın yarısının yarısını çəkəcəyik. O da belə bir şey alınır. İndi ördək 26 ədəddir. 26-nı 4-ə böləndə 6 dəfə düşür, qalıq qalır 2. Deməli, 6 kvadrat çəkəcəyik, bir dənə də yarımçıq. 2, 3, 4, 5, 6. Bu da yarısı. Ona baxırıq, piktoqramda mağazada 4 gün ərzində satılan limonların sayı təsvir olunub. Bu məlumata əsasən cədvəli tamamlayın. Deməli, baxırıq ki, 2, 4, 6, 7 şəkil verib birinci gündə və hər şəkil 12 ədədi bildirirsə, 7-ni 12-yə vururuq. Bu eləyir 84. Birinci gün 84 limon satılıb. İkinci günü tapaq. 2, 4, 6, 7 şəkildir yenə. Yenə 84-dür, yəni bunu təzdən yazmağa ehtiyac yoxdur. Üçüncü gündə, bura kimi 7-dirsə, 8, 9 şəkil var. 9-u 12-yə vururuq, 108 eləyir. Yazaq 108. Dördüncü gündə isə bura kimi 7-dirsə, bu 6-dır. 6-nı 12-yə vuranda 72 eləyir. Burada 72 yazırıq və bitiririk. Bu mövzudakı tapşırıqları ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.